Birinci belirləyək. Keçək indeks faylına. Bunu run eləyək. Hı. Abi o niye bile çıxdı ki o tabii? Hə, məndə monitorda açdım, ona görə oldu yəqin. Ha. Birinci dəqiqə. Səndə necə Yok bəlkə 30% verdi ki ona görədir. səndə necə görünürdü? Məndə yaxşı. Belə ediyorsa necə? Abi bir dəqiqə mən onu bir dənə run edeyim. Deyəcəm. Open olayım. Ayo məndə yaxşı görsən. Yəni necə var elə də yəni. Dəqiqə. Üstündə görsənmir? Məndə hər şey qaydasındadır. Amma burada biraz görsənmir üstündə. Şəkil elə bir balacalaşıb. Səndə məsələn F hərfi harda şey olur? Məndə Üstün. Abi səndə şəkil balaca görsən. Dayan bircə dəqiqə. Mən ikinci ekranı bir dənə stop start edeyim bax. Gəl bu bir ekranı göstərim. Onda necə də gör. Yox, bu yox. Bu bir ekran. Belədir sən də deyirsən, hə? Baxın. Abi bu necə? Yox, fizioterapi və reabilitasiya mərkəzi var ha. O Hə, biraz bunun içərisindədir də. Bu hə, biraz çölə çıxıb. şəklin içərisində düşür səndə. Ha, məndə qaydasındadır da, yəni necə göstərdiyim kimi. Ekranın neçədir? Şey. Mənim ekranım bir dəqiqə. Yoxla. Mənki bir dəqiqə. Nə oldu? O vəziyyətə falan düşür. Ay, yox, pis. Neçə inçdir şey notebook səndə? Abi bir dəqiqə. Abi indi də böyükdür mən. Belə qəribə bir şey. Ayda. Responsive. Responsive. Abi bir dəqiqə. Responsive. Abi nəysə, əsəbləşdim. Hə, belə açılır yoxsa necə? Yox abi, məndə belə təmiz açılır. Yəni fizioterapiya söz adı heç, yəni bir yerə tərpənməyib. Bir dənə gözlə. Paylaşa bilərsən ekranı. Tamam. Nəyindən stop elədim mən paylaş. Questa cavolo. Change. Control Shift Alt. Aç. Bir dənə ekran da bu. Abi bunu elə buradan çıxım. Bax, Bu monitörün görsən? da şeydi. Monitor yox, şeydir, notebook. Hə, səndə. Qayıt bir dənə şeyə. Zastuya. Nə? Qayıtdım. Sən burada change nə ilə bağlıdır? Necə change? Dəyişiklik var ya burada bax. Harda? Bu ciddi dəyişiklik göstərir. Burada. Aha. O heç əlaqəlidir bundan yoxsa yox? Yo, bura vur elə burada daha rahat göstər. Bunun üstüne kliklə. Buna. No, 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 no. Aha, o Buna. failin özünü açsa okey. Hə, Nə? burada sadəcə 100% yazmışıq body ilə header-la. Gözlə görüm o nəsə təsir eləyirmi? Mən də bir dənə nəzər alım onu. CSS index body və hidra deməli width də 100%. Height nə vermişdin orada? Mən sadəcə bir yox təsir eləmədi. Ola bilər məndə monitor böyükdür ekran.
14'tü ya 15'ti idi məndə. Səndə yəqin ki 13 düyümdür və yaxud da 13.5-dir. Abi indi neyniyək? Ha, o heç nə, onu da şey eləyərik onu. Faizə görədir ki, deyəm, baxaq da hissəyə. Abi o Yəni, sən stop elə. responsif məsələsi də yəqin ki. Hə, yəqin. Sən stop elə bir də monitoru. Tamam biraz stopun. Abi stopu Stop niye? şey var, aşağıda bir yerlərdə çıxacaq. Ee, Gör ekran görürsən, sual verəcəm ha. İndi sən ekranda nə görürsən? ha, sen ekranı görürüm. Ha, nə görürsən? O şey atıbsan şeyin proyekti. Şəkil görürsən? Aç şəkli görürüm. Hə, tamam, sağ, soldadan da. Sağdadır. Bir dəqiqə. Hə, demə neynəyəm də gələ bura. Hə, zaten bax da sildiyincə şəklin Ha, üstündə. sen çizdiğin şəklin Tamam, üstüne açsın. görə bilər. Deyəm bir dəqiqə bunların nələri var? Sənin artiklındır. Yox, belə. Hə, box 7-din də bu sənin. Bu nədir? Şəklindir. Şəklə vermisən ölçüsü bu qədər yox. Şəklə yerə biz faiz verək. Cəbr eləyəm, məsəl üçün 70%. Belə eləsək, bu belə olacaq. Şəklimiz böyüdəcək, böyüyəcək, qalacaq 70%. Sən şəkili belə hər zaman böyüməyini istəyirsən, yoxsa necə? Yox abi o şəkil onun içərisində qalmalı deyil. Hə, bax, indi gözlə, bunu box 7-dir. Görə burada nə var? Ölçü var burada, ölçü absolut, top yuxarıdan vermirsən. Azizim, background left. Hə, sorry, soldur bu heç. Gəl onda bunu da, məsəl üçün, 15% verək. Azaldaq. Belə hardasa. Ha abi belə. Hə, belə. Tamam okey. İndi bir dənə, hop, niyə aşağı düşmədi? İndi gəl görək. Hə, bax, belə qala bilər. Görürsən, bax, faizlə işləyəndə rahat qalır. Ha abi qəşəng faizlə işləyəndə qalırmış. Hmm. Şimdi bax, sıxsaq da qalır, belə də isə qalır. Okeydir. Tamam, bu iki dənə nəzərimizdə saxlayaq. Gözəl bax ki, bu hissə ilə bir şey yoxdur da. Bu haradır deməli? Article box 7. Bunu da onda bura vuraq. Deməli, box 7. Bu arada biz səni eləyə bilərik. Artikelların içərisində box 7 2-3 yerdə var. Neçə dənə box var ki burada? Çox. Boxların hamısı fərqlidir. Aha. Ortaq xüsusiyyətləri olsa, hə, yox, düzü fərqlidir. Yox abi fərqli şeylər var. Hə, ortaq olsaydı bir yerə yığa bilərdik bəzi şeylər. Əslində düz bəzi şeylər var. Inline blokdur, onun üstünə. Nəysə, tamam. Cəhləri biz 7-yə qaydaq. Deməli, bunda dedik ki, onu neçə faiz tətbiq elədik bura? Abi BD 15 var. Hə, 15%. Margin left, margin sorry, margin left, sorry, margin left. Margin lift. Bu olsun 15%. Sonra biz bir dənə də bir şey elədik. Dedik ki, şəklin nəsə olsun, bir də dəqiqə. Şəklinsə soluna və yaxud nəsə dedik. Div image. Bir dəqiqə. Hə, şəklin də vidinə 74-75 dedikdə artikelin içərisində olan image. Yəqin ki, budur. Hı hı. Bunu da 75% eləyək. Tamamdır da, bu burada da belə durur. Hətta istəyirsən, baxaq görək. Hə, bu nə gözlə, hətta böyük ekran paylaşacağım.
Abi Deyəcəm. niyə piksellə işləyəndə alınmır? Piksel Faizlə işləyəndə sabitli alınır. şeydi var. Sənin monitörün böyüyə və ya kiçilə bilər, amma piksel sabit. Sən 10 pikseli istənilən bir ekranda 10 pikseldir. Mobildə də, nə bilim, dev ekranda da. Hə. Faiz amma bilsən neyniyir? Monitor avtomatik hesabı ölçüsü neçədir? Ona uyğun faiz göstəricisi ilə şey eləyir, tənzimləyir. Onda bundan sonra faiz qoyacağım. Hə, çalışdığın qədər ölçülərdə faizlə işlə. Faiz qoyacağım ama. Məsələn, width, height, oralarda belə daha yaxşı olar ki, faiz. Bax, məsələn, görsən indi bax solda da, sağda da şey qaydasında göstərir. Abi ekranı görmürəm. Nötə paylaşmışam. Sən paylaşmağı stop elə. Abi stop eləmişim. Tez. İndi bir dənə çək elə necə? Mən axı paylaşımı göstər, use screen sharing. Abi, Nə görürsən ümumiyyətlə mənim ekranımda yoxsa necə? deyim. Sənin bir də Y görürəm, Yusif. Bir dəqiqə. Sən axı ekranın paylaşımındadır hələ də. Abi bunu mən necə söndürsəm? Ben Deyim. gözdə görürüm bircə dəqiqə. Post to. Hide profile pixel you look. Karıştırdım. Mən səndən aksesi aldım amma one participant can share at a time. Hə, bircə dəqiqə dayan. Replace current share. İndi gör. Baxın. Abi yenə görmürəm. Mənim paylaşımım dayanıb. Hə, bildim, dayandırdım bayaqlar. Replace elədim axı sənin paylaşımını. Mən Ya indi indi bir dakika, bir dakika, bir dakika, bir dakika. Ha, indi açıldı. hə, diva burada şey üstündə oturdu. İndi dayan. Gəl indi bu aşağını bölək. Niyə bu bölgüdə bu üstünə düşürdü? Hə, bax bu iç-içə düşür bunlar. Bu arada deyəm, bu şəklin də belə qəribə. Hə, böyük ekranda normaldır. Kiçiyə keçəndə bunu nəzərə alalım. Gəncə bu şəkil və nə vermisən? Bu şəklin əslində nə vermisənsə fikset durur. Image URL. Hə, sən sabit ölçü vermisən. Ona görə normal durur. Yəni margin top, margin top. Necəsə bunu faiz vermisən. Hı. Margin left. Hə, həmişə 75-i saxlayacaqdı özündə. Daha çox var burada şeyin altına gəlir. Şöyle daha çoxun altına nəsə verək. Yəni dəqiqə indi footerımız bizim hardadır? Item 1, item 2. Tamam, indi biz footer tapaq burada. Ona ölçülərimizi çalışaq faizlə verək. Tesoniya. Footer deməli orada footerun itemların 1, item 2. Item 3. Burada dəqiqələr var. Item birincisi OD var. Birində H1 var. Birində Li var. Birində H2 var. Yəni sən onda title'ları balacalaşdıra. Sən böyüdən balaca. Hop, neysə, ən deyil. H1. Bunları özün böyüdən balacaya vermisən. Abi böyükdən baltayını deyən. Şey olaraq da H1, H2, H3. Hə, hə, qarışmasın deyə, hə, böyükdən baltayılmış. Sonra font size-da onu düzəltmişəm. Hamısını eyni olub. Yəni sən bura H1 eləsən nə olur ki? Abi aləm qarışdı bir-birinə. Yəni sən bu CSS-də aləm qarışdı bir-birinə. yəqin əzli verib ona görə normalda H1-ə bir şey olmamalıdır. Deyən footer item 2.
Gəl birinci bunların ölçüsün. Yəni elə buradan frontdan dəysəksə daha rahat. ZDG about us. Baş biri hardasa şey verilib. 61 block size display black. Bu normaldır ama bize display black olmamalıdır. Bir saniye bunu ya black olur ki rengi. Hansıdır? Item 1. Burada verimsiz mərcə necə Abi yox? H2'ni H1 dəyişdin onu deyim. Necə deyirsən? H2'ni H1 dəyişdin. Hə, özüm dəyişdim. Prosta nəyə görə bu niyə qarışdı ki burada kaşif? Hə, sən burada bunu ayarlamısan. Yəqin bu da qarışır. Bizdə dəqiqə. Məsələn, bunu götürsək ümumi versək H1-ə. Əfisodəli bəs eləyir də. Sən niyə bu qədər H1 yazmısan? Və yaxud sən üçün belə də eləyə bilərik. Onun içərisindəki H1 belə bir şey olmalı deyə. Ay yox. Bunda öcə itemslar da var hə. Deyirsən bir dənə H1 yazım, üçünə aydıq olsun, başlıq. Hə. Başqa yerdə H1-im var. Yox. Ha yox, var, elə üçü də eynidir. Düz desin. Ya dayan burada da var. Sən fizioterapiya Azad Hüseynov. Bunlar düzdür bizə problem eləməyəcək. Bizdə dəqiqə gəl indi gözlə təmizləyək. Footer, item 3. Ayda o bir yandan. Footer, item 3, məkan. Hə, bunlar hələ ki yoxdur. Bir dənə buna boşluq qoyaq, görüm. Bu da heç, bu da yoxdur, bu da yoxdur. Hər elementdən sonra çalış boşluq qoy, bir-birinin qarın-qarına girib bilər. Deməli, bax, bu lazım olmayacaq. Hı hı. Sonra, çünki hamısını H1-ə çeviririk. Uli, li, footer end, li məkan, naviqasiya, H2, bunu da silək. Sonra hey indeksə qaydaq, footerda olanların hamısı H1 olur şey olaraq. Bu da 1-dir. Bunu tətbiq edelim. Deməli, bu da biri də var. Aşağıda getdi. Hə, sonra həm burada gör. Yəni, bunlar indi düzə qaydasındadır. Bunlarda nəsə ehtiyac deyil ki, bu elə bir xırda düşüb. Hə, bunu özün eləmsən xırda düşsün. Ha, ha özüm elə bir şey. Hə, tamam. Gəl sonra bunların bölgüsü var, itemların. Dedik ki, bax, bunların lap gəl hələlik 32%-dən bölək. Hündürlükləri belə olsun. Dən görün, bunları ortaq olaraq belə bilə bilərik. Onların bax, ölçüsünü belirləyə bilərik. Bu turun içərisində item 1, item 2 və gör, item 3. 32%-lə bölsək, hündürlüyün hələlik heyt olaraq 300 piksel versək, bir dənə də sağ tərəf nədir? Padding left, yox şey, right. 5 piksel kimi verək. Prosta indi dayan. Burada item 2-nin vidini buranı yığışdıraq. Item 3-ün vidini də yığışdıraq. Sonra item 3-də yəqin ki, artısı vid olacaq. Item 3 vid. Biz nə yığışdırdıq? 2 yığışdırdıq, 3 yığışdırdıq. Hə, 3-ü də yığışdırdıq. İndi görə belə necə görməyəcək. Hə, okey. Prinsipdə yerlərindədir. Hə, bir dənə belə sıxanda hansısa əzilir artıq. Hə, gərək indi media face-lə verək ki, bunlar şey eləyəndə, screen bundan aşağı düşəndə, bunlar artıq aşağı düşməsi lazımdır.
Ha, bir-birlərinin Hə, arxasınca. bir-birinin altına düşməsi lazımdır onların. Sonra bir dəqiqə bizə lazım ola bilər. Bunların əhatəsi var. Item 3 uli. Bunlar mesela artıranda. Hə, onsuz artmır bir-birinə kesinliklə problem yoxdur. Yüksəklikləri necədir bunların? Hə, bu hündürlüyü qalxdıqcan şey eləyir, mənim üçün eləyir. Əslində bircə dəqiqə. Bunu elə faizlə prinsip çevirə bilərik də daha rahat otura bilərlər. Niyə özümüz əziyyət çəkirik? Heytlərində verək elə. Bir dəqiqə. Bunu da ver 100%. Nədirsə otursun. Lazım gələrsə biraz aşağı verə bilərik ki, faizdən şey düşsün. Padding right. Sağdan da verdik. 5 pikselimiz var. Sonra bunlar Ulelinon. Ulelinon. Font size'lerde problem yoxdur. Item üçün məricin hər tərəfdən 20 piksel vermişsin. Tamam. İndi gəl eləyək ki, bunların media size'ını dəyişək. Gəl o bayaqki media size'ı harda axtardıq? Bir saniyə. CSS media query. Məsələn, for mobile. Bir də bayaqki var idi. Bir dəqiqə bunu çək eləyək. Evet, detallı keçib. Bunun elə şey var idi. Altda bir dənə var idi. 700 neçə. Yəni 768. Hələlik bunları götürək. Buranın yəqin kərəsi üçün lazım olsa yazarıq. Bu arada bunu burada yox. Gəl bura bir dənə new file deyək. Style.css. Hələlik sürətləri boşluqla əvəz eləyək. Biz lazımdır 765 dənəsə yazarıq indi. Yaddan çıxmamış. CSS faylını da səhifəyə qoşum. Style CSS. Hə, tamam. İndi biz burada eləməliyik ki, bizim həmin yay formasına düşsün, sütun formaya. Səhv eləmirəmsə belə bir şey olmalı bir dəqiqə. Yəni, oran hissənin adı necə idi? İndeksdə body, hə, footer, style gələk. Elə footer. Footer'u. Bunu boşluq qoy. Bu qədər qovqatuladır. Tamam, orada bizə şey lazım ola bilər. Align mərkəzləşdirək bunu. Gəl, align nəsə. Hə, deyəsən text align yoxsa item align nəsə belə bir şey olmalı. Hə, deyən. Bu elementlərin hamısı mərkəzdə olar. Bir dənə nəsə kolum olmalı idi. Group base flow. Display verəndən sonra sən olar. Necə? Display flex yazsan, sonra flex direction role, bir də just content, ondan sonra align items. Hə, bir yerdə deyirsən. Hə, bir yerdə onlar bir-birini istəyirlər ha. Hmm. Deməli, nə deyirsən? Align auto. Birinci ilk növbədə şey versən, display flex versən, display, display flex. Aha. Sonra flex direction, flex
Flex. Aa, ne oldu onun? Abi desin. Bəlkə Niye Direction çok? şeydi. Abi yok Ya yok Flex şey değil. Direction. Sonra hə hə. Ah, Biraz Flex da sütun Direction olur. şey. Yəqin. Row. Abi söz değil mi? Yox. Row Bəlkə diyen. sütun olacaq. Calm diyen ha sütun olacak. Hə. Gəl indi. Sonra Aha. Görün. calm sütun ol. Görün bunun nəticəsini. Sonra bir de align item center yazıyorsun. Aa, düşdü də. Aa, prosta dağılsın. Tamam, ona baxarıq. Şeyə düşür. Sütun olaraq Bir düşür. tane şeyle. Bir tane vur. Nə edirsən? Neçə kaldırdın axırı? 768. Hə, 768-dən. Amma bir dəqiqə. Yox, Cansın oğlum. 768 olmadı ki. Bu niyə hər şeyə təsir elədi? Bir dəqiqə, biz burada yazmamışıq. E, aa, bir dəqiqə. Burada nəsə biz onu da düz eləmədik. Axı, o, qəribədir. Sən bura gəl. Futras. Aa, Flex Direction verən kimi bu avtomatik tətbiq elədi ki, bəs bu media size. Bir dəqiqəyə bu bizə şu kandır buna. Screen on with. N768 deyil axı, bu niyə avtomatik tətbiq elədik? Məsələn 768. Abi nəyin nəsə eləməliyik orada? Bizdə çox qalıqlar. Yox açıqdır. Yox, çox şey oldu. 750 atlandı. Bunun hələ təsiri yoxdur ki. Bunun əhəmiyyəti o da. Hə, bu aşağının ölçüsü yəni heydi verir. Biz indi weight'i sıxanda deyim dəqiqə bu şey götürdük buradan. Aa, burada flex direction, burada flex direction row. Abi özüm vermişəm də ilk dəfə Hə, olanda şey olsun. olanda ev olması əslində normal. Align item center vermişim. Left auto. Hə, bu okeydir. Bu border eləməyə yarayır. Şey dəqiqə o şey maraqlıdır ki, screen media only screen. Bu bizim niyə aldadır ki? Media max with print. Dəqiqə. Screen. You can also target multiple devices, for instance, media query target to both screen and print device. Güzel. Buna çox belə qəribə gəldi ki, media verəndə ekran ölçüsü nədirsə onda işə düşməlidir axı. Hələ media screen. Deyəm, min max təyin elədik biz. Only screen deyirsən. Peki media retin screen, non screen, device with. Hə, yeni vermişik. Yox, bir dəqiqə. Minimal width, medium device, tablet. Tamam, bu gözü. Bu biraz irəldən başlıyor. Tablet yox, bizə hansı portable phone. Onda bircə dəqiqə burada yoxlayaq necə olur. Screen and minimal width 650. Tablet və ya large phone.
Lap gəl biz burada ataq. Yəni qaydaq bura. Bura tamam. İndi gəl balacalaşdıraq görək nə olacaq. Hə, dayan. Onu da biz yanlış yerə qoymuşuq. Ona görəmiş. Bax, hə 600-də düşdü bura. Amma biz bura hə görsən heyti şey vermişik axı. Footer'ın bax biz hündürlük vermişik. Bu ucu problem eləyir. Bax görsən bizim menümüzün çıxması üçün elə olması lazımdır. Ya footer uzanmalıdır ya da biz ora scroll qoymalıyıq. Dəqiqə 100% eləsək. Hə, bax məsələn faizlə versək bizim footerımız bax belə olacaq. Gördün 3-ə də çıxır. Hə, deyən indi bax yazılarımız da yenə əzilir. Yazılarımıza da yəqin nəsə vermişik, yəni o problem eləyir. Yazılarımız Aktiv faizlə yazsam, hamısı faizlə yazsam. hə, çalışıb bax Mən başım ağrıtdı. deyən. Faizlə yazsam elə də problem olmaz məncə. Right yox bu problem deyil. Hə, sorry dən yazıya nəsə vermisən yəqin sən H1-ə. Deyə mərcin 20 Hə. deyil, nağdından bu enliyi vermisən. Hə, bax bu enlik sıxır bunu. Elə bir bilsən necə faiz etibarı ilə bunlar kolum üstünə düşəndə tutduğu yerə görə bir dənə də piksel vermirsən. Bu yazıları şey eləyib də, sən necə yəni belə deyim də sənə. Elə bir bayaq çərçivəsi böyük idi, indi çərçivəsi balacalaşdı deyə. Oraya. Hə, balacalaşır deyə çalışır bunu ki olduğu yerə görə 20 piksel sağdan soldan verəndə bunu kəsib doğrayır. Gəl Hə. indi yəni, nəyi götürdük biz? Mərcini götürdük. İndi görə mərcini götürməmiz bizə nə verəcək, nə itirəcək? Biz bunu bağlasaq. Get in touch bura düşdü. Neçə dəqiqə yəni? Əvvəlki vədən. Görək get in touch niyə görə bura düşdü? Hə. Bir dəqiqə. Default olaraq bu get in touch o birişlərinin nisbət aşağıdaydı. Yox. Hə, hamısı qaydasındadır belə. Gəl indi dayan bir tərəfə keçək. Biz belə eləyə bilərik. Index CSS-in içində bayaq nəsə vermişdik. Bir dəqiqə. H1. Mergin 20 piksel font. Yox, H1-ə sən nəsə əlavə verilmişdi. Dəqiqə bu hara getdi bəs? Mergin 20. Hə, buydu. Hə, deyirəm o mergin. İndi bir dəqiqə mergin bizə gəl mergini faizlə əvəz eləyək bax. Məsələn 5% versək. İndi gəl bunu balacalaşdırsaq. Görsən balacalaşdırsaq belə qırılmayacaq. Onda qaydırıq. Bunu məsələn deyirik ki, tutaq ki 5%. Bir dənə də bizim nəsə olmalıydı. Deməli, hə, bunu da veririk 100%. İndi biz buranı balacalaşdırırıq. Bax, normal görünür. Hə, bir dənə prosta sağa sola kayıp. Bunlar da yəqin ki, eyni situasiyadır. Mərcinlər var. İndi məsələn balacalaşsa ekranımız. Hə, lap balaca da heç. Onu hətta azalda da bilərik. Hətta belə eləyə bilərik, bax. Bizim H1-imizin mərcini var, ha. Keçərik bura, style'a. Deyərik ki, bizim ekranımızda məsəl olanda hələlik bir dəqiqə gözlə, belə eləyək. H1-i mərcinini atıranda gəl 1% elə. Yəni də çox oldu. Bir dəqiqə. Yəni, thank you, burada tənzimləyək. Get in touch, hə, 3 sözdür, yəqin ona görə qurub use full link.
Hə, artıq bunda dəqiqə mərcin lafından mərcini yığışdırsaq necə olur? Get in touch. Abi bəs niyə çox adam Pixel işlədir proqram yazanda? Pixel rahatdır da. Sən əgər məsəl üçün şey olsa ki, bu məsəl üçün ancaq notebookda işləyən şeydir, nədə atıram da produktu və yaxud nəsə. Hı. Onda belə rahat yaza bilərsən. Amma desələr ki, məsəl üçün şeylə Hə, nədir bu? onda Windows ancaq faizlə işləyirsən. işləyirsən. Hə. Ancaq yox çox yerdə faizlə işləyirsən. də. Bəzi situasiyalarda yöndə ola bilər ki, sən nə bilim şeylə işləyirsən, font size-ın zatla işləyirsən, hə, onda şey eləmirsən. Faiz çox bizim işimizə. Font size faiz işləmir ki. Font size ha, dem dəqiq İşləyir çoxlanıb axı. işləyəcək bunu da. Prosta ekran Ha, bundan böyük. sonra faiz eləməmiz. Abi bir dənə söz deyim, abi bu belə olmayacaq. Nağara. Hə. Buna əməllicə lazımdır. Onsuz responsivlik hər zaman belə deyim də, ən bunun şey eləyən də baş ağrıdan hissəsidir. Zamanında çoxalır. Titizliklə işləməlisən bunu, belə deyim də. Şimdi bircə dəqiqə, mənə bu maraqlıdır. Hə, -1 verəndə mərcini artıq onda bax oturur bunlar yerinə. Hə, belə daha yaxşıdır. Hə, indi bir dənə şey düzəldərik. Bax hansındasa var bu görürsən, gəlib artıq aşağı otur. Onu çıxaraq. Ya görə bunun yuxarısına bunu verən nədir? H1-in içərisində. Yəni burada əlavə də nəsə vermisən yəqin. H1 ISO, H1 item 3. Padding right. Bir dəqiqə. Bu nə qədər sahəni tutur? Bu belə tutur, amma bu niyə bəs? Yəni item 3-ə spesifik nəsə verilib. Bir saniyə. İndeksə keçək. Ctrl F item 3. Item 3-ün UL-sinə 20 piksel verilib. UL-lərə mərcin top yuxarıdan verilə gəlib. Burada UL navigation, UL nəsə, UL lərə. 1 minute. Bunun yuxarısını kəsir nəsə. Item 2-dir. Bu şey kimi buradan niyə kəsilib item 3? Padding right. Bizim boşluğumuzda buna aidiyyat yoxdur. Ya hündürlüyün deyirəm də buna aidiyyat yoxdur. Böyüməni və ya kiçilməni.